Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deyim 20 sınaq birinci bloklara aid olan sınaq 16 ümumi sınağın izahına baxaq. Deməli, bizə birinci sualda verilib ki, düz xəttə hərəkət edən cismin sürətinin zamandan asılı qrafiki verilmişdir. Hansı zaman intervalında cismə təsir edən qüvvənin istiqaməti hərəkətin əksinədir. Hərəkət yavaşlanarsa sürətdən qüvvə təcil əks istiqamətdə olmuş olacaq. Birinci halda yavaşlayanda x ox istiqamətində yavaşlayanda sürət müsbətdir. Deməli, qüvvə mənfidir. Burada oldu əksinə. Sıfırdan t-yə, daha sonra t-dən 2t-yə hərəkət yeniləşəndə ikisi də mənfidir. Daha sonra 2t-dən 3t isə hərəkət yenə yavaşlayanda sürət mənfidir, amma qüvvə olacaq müsbət. Əksinə oldu birinci hissədə, bir də oldu üçüncü hissədə. 1 və 3. A variantı. 2-də yer səthindən şartlı istiqamətdə v0 sürətlə yuxarı atılmış cisim 2t müddətindən sonra yerə düşür. Cisimə aid fiziki qiymətlərin qrafiklərindən hansılar doğrudur? Baxaq, cisim hansı hündürlükdən atılıbsa, həmin hündürlüyə də qayıdıb. Çünki aldığı sürət eynidir. Zaman müddəti də eynidir. Təcil uşaqlar həmişə cisim yalnız ağırlıq qüvvəsi təsir etdiyindən J-yə bərabərdir. Yəni mənfidə olmalı idi. Müsbət olmur. Bu səhvdir. J-dəki birlik y oxun əksinə yönələn bir təcillimizdir. H isə doğrudur. Əvvəlcə yavaşlayan, bütün olardı. Baxın, təcil istiqaməti hara doğrudur, aşağıya doğrudur. Sonra isə yeyinləşən, deməli birinci və üçüncü qrafiklər doğrudur. 3-də ipə bağlanmış cisim çeviri üzrə bərabər sürətlə hərəkət etdirilir. İpin uzunluğunu dəyişmədən onun periodu artırılarsa, xətti sürət və tezlik mərkəzi qaçma təcili necə dəyişər? Deməli, ipin uzunluğu bizim üçün radiusdur. Saatin əqrəblərində də belədir. Saat əqrəblərinin uzunluğu radiusdur. Deməli, bizə deyir ki, ipin uzunluğunu dəyişmədən, yəni radiusu dəyişmədən periodu artırıb sürətin düsturunu yazaq. V bərabər 2 pi r bölünsün t. Period artanda sürət azalacaq. Tezliyin düsturu 1 böl t. Period artanda tezliyi də azalacaq. Artarlar getdi, qaldı azalarlar. Təcilin də düsturunu yazsaq 4 pi kvadrat r bölünsün t kvadratına. Period artdığına görə təcil də azalacaq. Deməli, 3-ü də azalar. D variantı. 4-də riyazi rəqqasın periodunu 2 dəfə azaltmaq üçün onun uzunluğu necə dəyişmək lazımdır? Riyazi rəqqasın periodunun düsturu 2 pi kök altında l böl j-dir. Uzunluğunu necə dəyişmək lazımdır? Kök altında düz asıdır. 2 dəfə azaltmaq istəyirsə, onu da azaltmaq lazımdır. Amma kök altda olduğuna görə 4 dəfə azaltmaq lazımdır ki, kökdən 2 çıxsın. Blokdan keçirilmiş və çəkisi nəzərə alınmayan ipdən asılmış cisimlər sistemi 2 metr böl saniyə kvadrat təcil hərəkət edir. M və M kütlələr arasında hansı münasibət doğrudur? Deməli, uşaqlar, düsturumuz belə olacaq. Burada kütləmiz M üstəgəl M-dir. M üstəgəl M-dir. Digər tərəfdə kütləmiz isə yalnızca M-dir. Və bizə lazımdır ki, bu kütlələr arasındakı münasibət necədir? Baxaq, uşaqlar, burada təsir edən qüvvələr. Böyük mj ağırlıq qüvvəsi, kiçik mj'si, bir də bu digər tərəfdən böyük mj. Bizdən soruşur, bizə deyir ki, bunların təcili 2 metr böl saniyə kvadratıdır. Onda belə yazırıq. Sistemin təcili, yəni m, üstə gəlinsin böyük m'lər, 2m, m üstə gəl, 2m, vurulsun a-ya, bərabərdir nəyə? Mj üstə gəl mj, bunlar sıfırladır saat əqrəbi istiqamətdən, çıxılsın böyük mj. Və bu zaman mj'lər getdi, yalnız qaldı kiçik mj. Bərabərdir mj-yə. Mötərizəni açsaq və a-nın yerinə 2 qoysaq, olacaq 2m, üstə gəlinsin 4 böyük m, bərabərdir m vurulsun j-yə, j-ni də 10 verib, buraya yazaq m vur 10-a. Deməli, 2m, burada da 10m var, çıxsaq qalacaq 8m, 4m bərabərdir 8m-ə, kiçik m-ə. Deməli, kiçik m də bərabər olacaq 4m böl 8, 4m bölünsün 8-ə, bu da olacaq m böl 2. Deməli, kiçik m bərabərdir böyük m bölünsün 2, B variantı. 6-da joule vur amper böl kulon hansı fiziki qiymətinin vahidinə uyğundur? Joule böl kulon uşaqlar bizə verir voltu. Volt vurulsun amper. Volt vur amper də I vur U faydasıdır və bu da təbii ki, gücün düsturuna uyğundur, Y variantı. 7-də birinci sınaq hissəsinin indüksiya xəttlərində perpendikulyar istiqamətdə hərəkət edən zərrəciyin impulsu hansı ifadə ilə müəyyən olunur? İmpulsun düsturu MV-dir, o da bərabərdir əzbər bilməzsən bölmədən Q by R. 8-də temperaturlara bərabər olan eyni qapalı qablarda birincisində doymamış su buxarı, ikincisində doymuş buxar və su var. Qabların temperaturları eyni qədər artırılıqda buxarların təzyiqlərin dəyişməsi üçün münasibət. Qapalı qab izoxor prosesdə doyan buxar temperaturla parabolik, deməli parabolik, doymayan buxarsa xətti düz mütənasib asılıdır.
Deyir dəyişmələr arasında hansı münasibət olar? Təbii ki, birincinin də, yəni doyan buxarın dəyişməsi daha böyük olar. Nəinki doymayan buxarın. Çünki biri parabolik, birisi xətt asıdır. Ona görə doyanda bu birinci doymamış idi, ikincisi doyandı. Deməli P2 böyük olmalıdır P1-dən. Onlar da sıfırdan fərqlidirlər təbii ki. 9-da enerji səviyyələri təsvir edilmiş. Atomda şüalanma və udulmaya uyğun keçişlər göstərmişdir. Atom 4-cü səviyyədən 1-ci səviyyəyə keçişdə şüalanan fotonun tezliyi nəyə bərabərdir? Deməli, uşaqlar bizə burada nə verib? 1-ci səviyyədən 3-cü səviyyəyə keçişdəki tezliyin verib, şüalanan tezliyi 1-dən 3-ə keçəndə 0,75 vur olsun 14-dür. Daha sonra 2-dən 4-ə keçəndə 0,6 vur 10^15 tezliyin udulması verilib. Birisi udulmaydı, 3 keçir şüalanmadı. 0,5 vur olsun 10^15. Şüalanan enerjinin tezliyi bu qədərdir. İndi bizdən soruşur ki, 4-dən 1-ə keçəndə şüalanan enerjinin tezliyini tapın. Tezliyi nəyə bərabərdir? Fotonun tezliyi. Deməli, uşaqlar 1-dən 4-ə keçəndə nə qədər enerjini udmuşdursa, həmin qədər enerjini də şüalanmalıdır. 1-dən 4-ə keçəndə 1,3-ü bizə verib 0,75 fotonun utduğu enerjinin, yəni fotonun tezliyi 0,75-dir. Biz tapa bilərik nəyi? 2-dən 4-ə keçəndə tezliyi 0,6 olub. 3-dən 2-yə keçəndə isə 0,5 olub. Yəni bu 2-dən 3-ə keçəndə də belədir, fərqi yoxdur. 0,5-dir. Burada sadəcə bir udma, bir şüalanmadır. Deməli, bax, bu arada qalan kiçik hissəni tapmaq üçün 2-4-dən 2-3-ü çıxmaq lazımdır. 0,6-dan da 0,5 çıxsa olacaq bu hissənin tezliyi 0,1 vur 10^15. Baxın, bu kiçik hissə olacaq 0,1 vur 10^15. Deməli, ümumilikdə tezlik nə qədər olacaq? 0-dan 185 toplasaq, baxın, bura kimi 0,75, balaca hissə 0,1, 0,85, 10^15. Aha. Deməli, uşaqlar, 4-dən 1-ə keçəndə də şüalanan fotonun tezliyi 0,85 vurulsun 10^15 hersə bərabər olar. Nə qədər udubsa, həmin qədər də şüalandıraraq geri qayıdır. Çəkisiz link tarazlıqdadır. X yükünü E nöqtəsinin astıqda linkin tarazlığının pozulmaması üçün hansı ifadələr doğrudur? Aha. X deməli yükünü L nöqtəsindən astıqda pozulmaması üçün. Baxaq. Birinci halda K nöqtəsindən asılıb, qolu 2-dir. Bunun kütləsi olsun M. Digər tərəfdən kütləni tapaq. Deməli, bura 2M'dir. Digər tərəfdən 1, 2, 3, 4. Bura 4-dür. Deməli, gəlin belə eləyək. Y-in kütləsini M deyə sadəlik üçün. Y-in kütləsini M deyə, bura 4M-dir. Bu hissəndə 4M olması üçün X-in kütləsi olsun 2M. İndi isə deyir ki, deməli, X-i götürüb L-dən asır. X-i L-dən asanda, X-i L-dən asaq, buradan asaq, artıq 2M vur, qol neçə olacaq? 1 olacaq. Yəni, buranı 2M almış oluruq. Sağ tərəfində 2M olması lazımdır bizə. 4M yox, 2M olması lazımdır. Görə nə yazıb? N yükünü N nöqtəsindən asmaq lazımdır. N yükünü, Y yükünü N nöqtəsindən buradan asaq, M-i gətirib buradan asaq, bəli, qolu 2-də 2 bərabər olacaq, düzdür. Y yükünün kütləsini 2 dəfə azaltmaq lazımdır. Kütləsini 2 dəfə azaltsaq, M bölü 2 olacaq. Vursaq bir-birinə 2M alırıq, yenə doğrudur. Linki M nöqtəsindən asmaq lazımdır. Gəlin, linki M nöqtəsindən asaq. Deməli, unutmayaq ki, Y-ə M demişdik, X-a da 2M demişdik və X hal-hazırda buradan asılıb. Burada 2M var. Linki əgər M nöqtəsindən assaq. Aha, onda 2M'in qolu 2. Bura M idi. Qolu neçə olacaq? Qolu 3 olacaq. Xeyr, bu ödənmədir. Deməli, 1 və 2. D variantı. 11-də düz xətlər iki dənə cismin kinetik enerjisinin getdiyi yolun uzunluğundan asılıq qrafikinə görə ona təsir edən əvəzedici qüvvənin yolunun uzunluğuna asılıq qrafiki hansıdır? Birinci halda kinetik enerji azalıb. Kinetik enerjinin azalması o demək ki, görülən iş mənfidir. Yəni, yer dəyişməklə qüvvə bir-birinin əksinə yönəlmişdir və baxaq burada qrafiklərimizə. Yer dəyişməmiz müsbətdir. Bütün hallarda baxılan bütün istiqamətlər yer dəyişməmiz sağa doğrudur. Birinci olmaz, A olmaz. Deməli, C də olmaz. D-yi, B-yə baxaq. B-də də olmaz. Çünki burada F-i təcilli, yəni dəyişən təcillə verib, amma bizim qrafikimizə görə bu bərabər təcildir. Bərabər qüvvə ilə təsir edən qrafikdir. Deməli, olacaq heç D də olmur. Eynən B variantı kimi yalnız qaldı Y. Aha, qüvvə burada mənfidir. İndi baxaq, digər halda kinetik enerji artıb, deməli, müsbət olacaq S-KS yolunda. Daha sonra kinetik enerji dəyişməmizə iş görülməyib, deməli, qüvvə, əvəzedici qüvvə 0-a bərabərdir.
Y variantı. 12. Eyni qızdırıcıda qızdan iki cismin temperaturlan zamanda hansı qrafika verilmişdir? Kütlələri 2m. M olan cisimlərin xüsusi istilik tutumlarının nisbətini hesablayın. S bərabər Q böl M delta T'dir. Təbii ki, asidləmə biz müqayisə edirik. S M-lə delta T ilə tərs götürəcək. Q ilə də düz götürmək lazımdır. Q-yə zaman kimi də baxırıq. Fikir verin, ikisini də aldığı zaman deməli istilik miqdarları indi qaldı. Yalnız M və delta T. Bizdən istəyir S1 böl S2 nisbətini. Elə ona uyğun da asılığımızı qurub yazaq. Deməli, S1 bölünsün S2 bərabərdir. M-lə tərsi də M2 böl M1. Vurulsun, elə delta T ilə də tərsi. Delta T2 bölünsün delta T1. Delta T2-yə baxaq. Baxın, delta T2 budur. 10. Bura 10 yazacaq. Delta T1-ə baxaq. 50-dən 20-yə 30-dur. Deməli, M1-i vermişdi 2M, M2-ni də vermişdi M. M1 2M, buranı da vermişdi M. Aha, indi baxaq. M-lərimiz getdi. Bu 30 idi. 10-dan 30 da getdi. Burada qaldı 3. 3-də 2-yə vursaq olacaq 6. 6-da 1. S1 böl S2 bərabərdir 6-da 1-ə. Amma cavabda elə bir şey yoxdur. Deməli, baxaq. T1-i götürdük, 50-dən çıxdığı 20-ni yazdıq, 30. T1-in yerinə 30 yazdım. D2-nin yerinə 20. Aha, üzr istəyirəm, 20. Bura 20-dir. Deməli, yuxarıda altda 2-də qaldı. O da olacaq 3-də 1. B variantı. C variantı. 13. Lens qaydası ilə induksiya cəryan istiqaməti təyin olunur. 14-də sarğacar maqnitsəsinin enerjiləri arasında hansı münasibət doğrudur? Maqnitsəsinin enerjisini düstur uşaqlar. L kvadrat bölünsün 2-dir. Baxaq, eynin yerinə U kvadrat bölünsün R kvadrat yazmaq lazımdır. Birincisi bu hissəyə baxaq. U kvadrat böl R kvadrat yazaq. W bərabərdir. L vurulsun. U kvadrat bölünsün R kvadrat. Bir dənə də 2. Deməli, enerji L-lə düz. R-lə də tərs mütənasib asılır. Hissələr paralel olduğuna görə deməli, U-ları eynidir. Baxsaq, uşaqlar. Deməli, R-lə tərs kvadratikdir. Buradan bura keçəndə R 2 dəfə artdığına görə enerji 4 dəfə azalır. Və buradan bura keçəndə də L 4 dəfə artdığına görə L-lə düz daxil 4 dəfə də artır. Bunlar ixtisar getdi. Deməli, W1 ilə W2 bir-birinə bərabər olmuş olacaq. Bu səhvdir. Bu da səhvdir. Deməli, qaldı C və D variantları. İndi L3-ü müqayisə edirik. L3 nədir? L3-dən axan cəryan. Baxın, L vurulsun. E kvadrat böl 2. E ümumi cəryan, yəni ayrı-ayrı buradan gələn cəryanın şiddətlərinin cəminə bərabərdir. E1 üstə gələ 2-yə. Deməli, buradakı enerjimizdə i-ni tapsaq, ayrı-ayrı i-lərin cəmidir. Ona görə də ən böyük ili olacaq bu. W3 ən böyükdür. D variantı. Başqa necə müqayisə apara bilərdiniz? Başqa baxın, bu cür müqayisə apara bilərdiniz. Ya da i ilə birbaşa. Sadəlik üçün gəlin bir də onu izah eləyək. Aydın olsun sizə. Deməli, burada əgər 2 cəryan axırsa, aşağıdan ondan 2 dəfə az i cəryan axır. Çünki i bərabər U böl R-də, R-dən tərs mütənasib asılır və həmin cəryanlar bu L-lərdən keçir və gəlib burada birləşir. Buradan axır 3 i cəryanı. İndi uşaq düşdüləri bir-birinin yerinə qoysaq, W1 bərabərdir. L vurulsun 2i kvadrat, yəni 4i kvadrat böl 2. W2 bərabərdir. Yenə 4L vurulsun i-nin kvadratı böl 2. Baxın, eyni ifadə aldıq. W3-ü də tapası olsaq, W3 də bərabərdir. L vurulsun 9i kvadrat. 9i kvadrat bölünsün ki, ən böyük W3 oldu. D variantı. 15. Baş optik oxa paralel olmaqla sökük sferik güzgünün üzərinə düşən şua güzgüdən qayıtdıqdan sonra hansı nöqtədən keçər? Demək, bunun əyirlik radiusu bax düz bu nöqtəyə düşür və bunun yarısı da bizə verəcək fokusu. Çünki fokus nöqtəsi radiusunun yarısıydı. Deməli, baxın, buradan hesablayaq 1, 2, 3, 4-düzə fokus düşəcək, baxın, bu nöqtəyə. Deməli, qaydandan sonra 2 nöqtəsindən keçmiş olacaq B variantı. 16. Qabı tərsinə çevirdikdə suyun təzyiqi və təzyiq qüvvəsi qabı tərsinə çevirəndə uşaqlar hündürlüyü neyəcək? Azalacaq. Çünki sahə daha böyük, geniş hissəyə keçsən hündürlüyü azalır. Əvvəlcə H böl 2 qədər hündürlükdə idi. Daha sonra uşaqlar V-nin düsturu S1, baxın, burada qısa konkret yazaqda, tutaq ki, bura 3S-dir, bura 2S-dir, burada S-dir. Birinci halda təxminən
Bizə lazımdır ki, necə dəyişdiyini görmək. Birinci halda təxminən həcm bərabər idi. 2s üstə gəlirsə 3s vurulsun h-a. 3s vurulsun h bölü 2 daha doğrusu. Hündürlüyümüz buradır. Tərsinə çevirəndə nə olacaq? Bu həcm dəyişməməlidir. Olduğu kimi qalmalıdır. Çünki suyun həcmi dəyişmir. Deməli, bu oldu 1,5 SH. Birinci hündürlüyümüz h bölü 2-dir. İkinci hündürlüyü tapmaq üçün həcm dəyişməyib. Yəni, bu 1,5 SH-ı, 1,5 SH-ı bərabər eləmək lazımdır. Tərsinə çevirəndə artıq həcm olaraq 3s, 2s, 5s vurulsun, 5s vurulsun, h, x götürək. Yəni, ikinci haldakı hündürlüyümüz. S-lərimiz getdi. H-x'i tapanda da 1,5-i 5-ə bölürük. 1,5-i 5-ə bölürük. Qalır 0,3. 0,3 h. Deməli, əvvəlcə 0,5 h idi. Oldu nə qədər? 0,3 h. İndi qüvvəni tapmağa çalışsaq, qüvvənin üstü ρ h vurulsun s idi. F bərabərdir ρ h vurulsun s. S oturacaq. Aha, bu birinci halda, yəni 0,5-dən. İkinci halda F2 bərabərdir ρ h bölünsün. Deməli 0,3 h, 0,3 h vurulsun, oturacaq olacaq 3s. Deməli oldu 0,9 ρ h. Təzyiq qüvvəsi artdı. Yenə deyirəm, bunu sadəcə təxminən hesabladıq sizə göstərə bilmək üçün ki, qüvvə necə dəyişdi. Təzyiq qüvvəsi isə nə edəcək? Artacaq. Azalar artar. Y variantı. 17. Eyler-Venn diaqramına uyğun bəndlər müəyyəndir. Mexaniki dalğa, elektromaqnit dalğa həm enli, həm də uzun ola bilər. Elektromaqnit dalğalar yalnız enlidir, amma mexaniki dalğa həm enli, həm də uzun ola bilər. Bir müddətdən digər müddətə keçir, rəqs tezliyi dəyişmir. Bəli, bu hər iki dalğa üçün eynidir. Vakuumda yayılır yalnız elektromaqnit dalğası. Bir müddətdən digərinə keçir, sürəti dəyişir. Hər ikisinə aiddir. Səs bu dalğanın bir növüdür, o isə səs dalğası mexaniki dalğadır. 1, 5, 3, 2, 4 D variantı. 18. Mayələrin səthi gəlmə misal üçün hansı ifadələr doğrudur? Mayın növündən asılıdır. Mayın temperaturundan tərs asılıdır. Açıq səthin sayısından asılıdır. O buxarlanmaydı. 1 və 2 C variantı. 19. Metallar üçün doğrudur. Müqaviməti artdıqca, müqavimət temperaturu artdıqca artır. Doğrudur. 20. 1 milliqram və yükü 2 nanokulon olan zərrəcik intensivliyi 50 volt bölü metr olan bir elektrik sayəsində qüvvə xəttləri istiqamət hərəkətə başlayır. 3 saniyə müddətdən zərrəcik neçə metr yol gedər? Ağırlıq qüvvəsinin təsiri nəzərə alınmır. Aha, yalnız deməli zərrəciyə təsir edir elektrik qüvvəsi, onda əvəzləyici qüvvə EMA yalnız bərabər olaraq QY-yə. A-nı tapsaq, S bərabər sükunətdən hərəkətə başladığına görə AT kvadrat bölü 2-də yerinə qoyub hesablama apara bilərik. Gəlin A-nı tapaq. Birinci. Deməli, A-nı tapmaq üçün A bərabərdir QY bölü Q. 2 nano. 2 vurulsun 10 üstü mənfi 9 vurulsun Y, yəni 50. Bölünsün M-ə. 1 milliqram 10 üstü mənfi 6 kiloqrama bərabərdir. Bunlar getdi qaldı mənfi 3. 2-ni 50-yə vursaq olacaq deməli 100. 100-ü də 1000-ə bölsək olacaq 0,1. Deməli təzə oldu 0,1. İndi S bərabər AT kvadrat bölü 2-də yerinə qoyaq. A-nın yerinə 0,1, T-nin yerinə 9 T kvadrat. Çünki 3 saniyə vermişdi bölü 2. Olacaq deməli uşaqlar 4,5 deməli 0,9 bölü 2 0,45 Y variantı. 21. Dəyişən cəryan dövrəsində XC böyük XL-dir. Dövrdə rezonans alınması üçün ifadələrdən hansı doğrudur? Dəyişən cəryan tezliyini artırmaq lazımdır. Deməli, uşaqlar sınaq 15-də buna aid bir məsələ var idi. Bəli, deməli tezliyi artırdıqca XL kiçikdir axı, XL başlayacaq artmağa, XC-dəki nə azalmağa müəyyən bir qiymətdə bunlar bir-birinə bərabərləşmiş olacaq və rezonans baş verəcək. Gərginliyi artırmaq lazımdır. Lazım deyil o bizə. R müqavimətini azaltmaq lazımdır. R də lazım deyil. Bizə XL-nin XC-nin bərabərliyi lazımdır. O da ki, yalnız bir də doğrudur. A variantı. 22. H hündürlüyündən sərbəst düşən cisim yerlə hər toqquşmada enerjinin 3/1 hissəsini itirir. Yerlə ikinci toqquşmadan sonra cisim hansı maksimal hündürlüyə qalxa bilər? Aha. Hər toqquşmada deyir ki, enerjinin 3/1 hissəsini itirir. Birinci halda MJH var idi. Bu MJH MV kvadrat bölü 2-yə verilmir. Verilən enerji olacaq. Deməli 3/2 MJH bərabərdir MV kvadrat bölü 2-yə. Aha. Daha sonra uşaqlar birinci toqquşmada, ikinci toqquşmada da bunun 3/1 hissəsini itirir. 3/1 nə deməkdir? 9/2 hissəsini itirdi. 9/2 hissəsini itirdi. Nə qədəri qaldı bəs? 1 çıxılsın. Yəni bu hissə bitdi, itirdi. Hər dəfə enerjinin 9/2 hissəsini, deməli 3/1 hissəsini itirdi. Nə qədər var idi? 3/2 MJH var idi. Bunun 9/2-sini bitirdi. 9/2 MJH-ını itirdi.
İndi baxaq uşaqlar, orta məxrəcimiz 9 olsa, bura olacaq deməli 3, 3, 2 vursaq 6, 6-dan da 2 çıxsaq qalacaq 4. Qaldı bir də 9-da 4. MJ H deməli hansı hündürlüyə qalxacaq? 9-da 4 hündürlüyə qalxmış olacaq. Görən hansı variantdadır? B variantında. 23 diffraksiya qəfəsi üzərinə dalğa uzunluqları lambda 1, lambda 2 olan iki monoxromatik işıq düşür. Birinci dalğa üçün ikinci tərtib maksimum alınan nöqtədə, ikinci dalğa üçün üçüncü tərtib maksimum alır. Aha, eyni nöqtələrdir və bir diffraksiya qəfəsidir. Deməli, D sinus fi bir-birinə bərabərdir. Yalnız qaldı K lambdalar. Əgər D sinus fi bir-birinə bərabərsə, K1 lambda 1 bərabər olacaq K2 lambda 2. Yaxşı sualdır. K1 birincisi deməli alınmışdı, ikinci tərtib 2 vurulsun lambda 1-i nə qədərdir? 600-dür. Bərabərdə ikinci üçün alınmışdı, üçüncü tərtib 3 vurulsun lambda 2. 600-dən 3 çıxsar geçsin qalsın 200, lambda 2-ni də tapacaq 400 nanometr. 24 sabit gərginlik mənbəyindən ayrılmış tutum C olan kondensatorun yükü Q, lövhə arasındakı gərginlik odur. Kondensatorun lövhələri arasında elektrik daxil edildi. Hansı ifadələr doğrudur? Elektrik daxil edibsə tutumun düsturu epsilon 0s böldədir. Ayrılmışdı birincisi yük dəyişməz. Tutum daxil edildiyinə görə dielektrik düzası da artar. Yük dəyişmədi, gərginlik isə o bərabər Q bölsəydi, tutum artdığına görə gərginlik azalar. Deməli oldu belə 1, 3, 6. 25. Metal üçün fotoeffektin qırmızı sərhədinə uyğun dalğa uzunluğu 600 nanometrdir. Fotoeffekt zamanı fotoelektronların kinetik enerjisi çıxışından 2 dəfə az olarsa, aha. Kinetik enerji çıxışından 2 dəfə azdır. Deməli, YK-nın yerinə Y foton birinci tənliyimiz yazıq. Y foton bərabərdir. Y kinetik üstə gəlinsin A çıxışdır. Y kinetikin yerinə A çıxış bölü 2 yazsaq, A çıxış bölünsün 2 yazsaq əgər bura. Olar ki 3 A çıxış, cəmləsəyə sonra 3 A çıxış bölünsün 2. Bizdən nə soruşur? Dalğa uzunluğunu verib, qırmızı sərhədə uyğun dalğa uzunluğunu. Bizdən soruşur ki, metal üzərinə düşən işığın dalğa uzunluğu, yəni Y fotonun yerinə HC böl lambda yazmaq lazımdır. Bərabərdir. A çıxışın da yerinə nə yazırdıq? HC bölünsün lambda maksimal. Burada da ikimiz var. HC-lər getdi. Lambda maksimalı verib 600. Bizdən lambdanı soruşur. 1, burada qaldı 200. 200 də 2 vursaq olacaq 400. Deməli, lambda bərabər oldu 400 nanometrə. 27. Vison kamerasında iki zərrəciyin izi və zərrəciklərə aid fiziki kəmiyyətlər arasında uyğunluğu müəyyən edin. İzin uzunluğu. Deməli, izin uzunluğu ilə tapırsınız enerjini, qalınlığı ilə tapırsınız yükü düz asılı. Buraxdığı yaranan damlaların sayına isə, yəni buraxdığı damlaların sayına isə tapırsınız sürət, amma tərsinə. 1 bölü n-dən. Deməli, enerji Y1 böldü Y2-dən A. Daha sonra, deməli, 1-ə getdi A. 2-də. İzin qalınlığına görə dedik, tapırıq Q və düz asılı Q1 bölü Q2. 3-ə də gedəcək. Vahid yaranan say sürətlə tərs asılı V2 bölü V1-dən Y. Deməli, A, C, Y. Qaçarını qapadıqda ampermetrlərin göstərişləri necə dəyişir? Cavabınızı əsaslandırın. Əvvəlcə uşaq tutaq ki, dövrədən axırda 2 cəryanı və 2 cəryanı həm A1-dən, həm də A2-dən keçib gedirdi. 2. Daha sonra uşaqlar, EHQ burada eynidir. Açarı qapayanda nə baş verir? Açarı qapayanda artıq aşağı hissədə işləyir. Deməli, birinci halda müqavimət 2R idi. Onda i'ni tapsaq, daxili müqavimət nəzərə almam, EHQ bölünsün 2R-dən. Birinci halda düsturumuz buydu. İkinci haldasa, və buna biz 1-2 demişdik özümüz. İkinci haldasa, istəyirsiniz lapı i deyin. İkinci haldasa, açarı qapayanda burada müqaviməti R bölü 2 üstə gəlinsin R oldu. Yəni 3R bölü 2 oldu. EHQ bölünsün 3R bölü 2. İxtisar geçsə burada olacaq 1,5R. Yəni, əvvəlcə cərran şidəti EHQ bölü 2-yə 2 demişdik. İndi isə EHQ aldıq ki, belə, EHQ bölünsün 1,5R. Bir var 2R bölək, bir də var 1,5R bölək. Deməli, nə baş verdi? Cərran şiddəti nədir? Artdı. Təxminən tutaq ki, oldu nə qədər? Belə deyək də, təxminən oldu, tutaq ki, 2,5-i. Özümüzdən ataq. İndi həmin o 2,5-i gəlir, buradan keçir. Həmin o 2,5-i gəlib, baxın, buradan keçir. Buradan keçir, gəldi bura. Həmin 2,5-i R və R arasında yarıya bölünür. Olacaq 1,25i. Buradan da 1,25i. Təzdən cəmlənib R-dən keçirsə, bura olacaq 2,5i. Deməli, əvvəlcə 2 demişdik, indi oldu 1,25. Deməli, A1 azaldı, amma A2-də isə 2 idi, oldu 2,5i artdı.
Deməli, birinci azalar, ikinci isə artmış olacaq. 29. AB bir cins metal çubuq O nöqtəsi ətrafına sərbəst dönə bilir. Çubuqdan 4A sabit cəryan axır. Çubuğun yarısı OB hissəsi induksiya vektoru 5 test olan sabit bir cins maqnit sahəsinə gətirildikdə çubuğun tarazlıqda qala bilməsi üçün A nöqtəsinə asılmış M yükün kütləsinə qədər olmalıdır. Amper qüvvəsi OB hissəsinin orta nöqtəsinə tətbiq edilir. J 10-dur. Baxaq. Deməli, birincisi amper qüvvəsinin istiqamətini tapaq. Bizdən nə soruşurdu? Bir dənə təzədən baxım. A nöqtəsindən. Bu M soruşur bizdən. Deməli, belə uşaqlar. Birincisi amper qüvvəsinin istiqamətini tapaq. Sol əl qaydası ilə cəryanımız hardan gedir? Müsbətdən, yəni bu istiqamətdədir. Cəryanımız sola gedir. 4 barmağınızı əgər sola versəz, sol əlinizin 4 barmağını sola versəz, onda ovucun çəkərsə baxsı X olduğundan baş barmağınız yönəcək aşağı. Deməli, F amper oldu aşağı. Elə MJ də aşağı idi. MJ də aşağı idi. Amma çəkisiz link yazıb mı görək. Yazmıb. Deməli, onda çubuğun buradakı MJ-si də aşağı, həmçinin baxın, buradan da bir MJ-si var, o da aşağıdır və həmin bu MJ-lər O'ya görə uşaqlar onsuz da qolları eyni olduğundan biri sağa təqrəbi istiqamətdən fırladır, biri isə sağa təqrəbin əksinə fırladır. Bunlar onsuz da bir-birini aparırlar. Bu getdi. Yalnız burada baxaq F amperə. Buradan da yalnız baxaq MJ-yə. Deməli, MJ-nin qolu nə qədərdir? 1. F amperin özünü hesablayaq və qol nə qədərdir? Çubuğun yarısı, yəni 0.5. Moment 1 bərabər moment 2-dən istifadə edəcəyik. Birincisi gəlin F amperi tapaq. F amperi tapacaq ELB-dən. Deməli, MJ vurulsun F1 D1 vur 1 bərabərdir. F amperi vurulsun 0.5. F amperin yerinə ELB vur 0.5 yazaq. Aha. Cəryan tapmaq üçün deməli, eni verib bizə 4. Deməli, M vurulsun 10, vurulsun 1, bərabərdir 4 vurulsun. L deməli, uşaqlar, ELB, L 1 metrdir. B deməli, bizə vermişdi 5. Daha sonra qolumuzdakı 0.5-dir. Belə baxaq, 4-ü 0.5-ə vursaq 2, 2-ni də 5-ə vursaq 10, 10-da 10-a bölsək olacaq 1 kiloqram. 31 biri ilə bağlanmış eyni arablar F qüvvəsinin təsiri üfüqi istiqamətdə hərəkətə başlayır. T bərabər T1 anında arabların sürəti V olarkən ip qırılır. Sürətlər V olanda 0-dan T-yə, T-dən 2T1 zaman intervalında, yəni T-nin özü olsa T1-dir, bir də bunun 2T intervalında arabaların sürətlərinin zamanında asılı qrafiklərini çəkin, sürtünmə nəzərə alınmır. Arabaların sürətlərinin zamanında asılı qrafikini. Çəkək. F qüvvəsinin təsiri üfüqi istiqamətdə hərəkətə başlayır. Birinci halda uşaqlar hərəkətə başlayır və sürtünmə yoxdursa hərəkət olacaq bərabər yeniləşən. Yəni, sürət get-gedə artacaq. Çünki sürtünmə yoxdur. Sürət artır. Birinci halda V-nin T-dən asılı qrafiki. Sürət artır. 0 T1 anında. Daha sonra deyir ip qırılır. İp qırılır. İp qırıldığına görə A bərabər F böl. Birinci halda kütlələr eynisi 2M idi. İkinci halda A bərabər oldu. F bölünsün nəyə? M-ə. Deməli, gördüyümüz kimi təcil artır. Təcil artdığına görə bizə nəyə soruşurdu? İkinci arabacığın ayrı-ayrılıqda çəkmək lazımdır. Bu çəkək. Deməli, birinci halda hər ikisinin sürəti eyni idi və zamanla xətt olaraq artırdı. F qüvvəsi sabitdir. Yəni, burada F qüvvəsini dəyişən falan verib, sadəcə sürtünmə yoxdur, hərəkət yeniləşəndir. İkinci halda isə ip qırıldı. İkinci arabacıq üçün uşaqlar. İkinci arabacıq üçün təcil artmış oldu. Çünki ona hələ də qüvvə təsir edir. Aha, onda uşaqlar sürət qrafiki, baxın, ikinci üçün çəkirəm. Sürət qrafiki daha çox və yaxınlaşmış olacaq. Yəni, bucaq nə edəcək? Baxın, artacaq. Çünki təcil artdığına görə V bərabər A vur T-yə nəzərən sürət də artmış olacaq. İkinci halda isə, yəni birinci üçün çəksək əgər, birinci üçün çəksək, birincinin sürətin zamandan asılığı.
Birinci halda yenə deyirəm bərabər yenişəndə, amma ikinci halda ip qırıldığına görə ona heç bir qüvvət təsir etmədiyindən bərabər sürətlə hərəkət etmiş olacaq. Sonra bir də burada sizə sürətin qiymətini verib. T bərabər T1 anda arabaların sürəti V olarsa, 0-dan T-yə kimi sürət V-dir. 2T-də də sürət tapmaq lazımdır. Gəlin baxaq. Birinci halda T1-də burada V-dir sürət və tənliyimiz AT-dir. İkinci halda isə oldu 2AT-dir. Deyək, təcil 2 dəfə artdı. Deməli V-dir. Sürətdə baxın belə olacaqdır. V bərabər ikinci üçün uşaqlar yazıram. Başlanğıcı burada, yəni V. İkinci bərabərdir. V üstə gəlinsin 2V. 2 dəfə artdaq olacaq 3V. Deməli buradakı sürətimiz oldu 3V. Digəri üçün uşaqlar sürət 0-dan V-yə qədər T1 anında V-yə qədər artmışdı və sonra da bu sürət nələ sabitdə qalmış olacaq. Sağ olun uşaqlar.